mən onlara söylədim ki, artıq mən bir neçə gün sonra müqəddəs torpaqlara bir səfərimiz var. Mən də gedirəm dedi, bir anidən. Mustafa hocam, Allah razı olsun. Bizə hər səfər umrədən, o mübarək bəldələrdə başınıza gələn maraqlı, qeyri-adi hadisələr hər zaman bizə izah edirsiniz, anlatırsınız. Bu gün inşallah bizə nə anlatacaqsınız? İlqar hocam, dəyərli hocam, bu gün də yaşadığım bir hadisəni anlatmaq istəyirəm. Deməli, ümrəyə gedəsik. Artıq belə deyim, getməyimizə bir neçə gün qalmış. Mənim yaxından tanıdığım, çox sevdiyim bir ailə var. Dedim bunları bir ziyarət edim. Halallaşmaq. Bəli, halallaşmaq adına bir səfərə çıxacağam. Bunların da könlünü alım, xeyir duasını alım. Səfərə o şəkildə çıxım deyə bu niyyətlə həmin o ailəni ziyarət etdim. Yəni yaşlı bir ailədir. Nəysə evinə getdik. Çay, çörək yedikdən sonra mən onlara söylədim ki, artıq mən bir neçə gün sonra müqəddəs torpaqlara bir səfərimiz var. İnşallah sizin də dedim salamlarınızı, xeyir dualarınızı oraya götürərik. Deyəndə mən də gedirəm dedi, bir anidən. Sözün elə tam ortasında. Həmin ev sahibi. Ev sahibi. Mən də dedi səndən gedirəm. Necə yəni dedim. Mən dedi neçə ildir bu dəvəti gözləyirdim. Allah Allah. Hətta dedi mənim pasportum və pulum hazırdır. Xanımına söylədi, get gətir dedi. Bax pasportun arasında da pulu. Elə bil tam da məbləğ hesablanmış. Yəni hazır bir şəkildə, tam hazır. Pasportu da, pulu da. Mən dedi, hocam dedi, neçə ildir bu xəbəri gözləyirdim. İnanın dedi, mən pulumu toplamışdım, hazır qoymuşdum ki, bir gün bu dəvət mənə gələcək. Bu xəbər mənə gələcək. O dəvət də demək ki, sizin səbəbinizlə, sizin vəsilənizlə oldu. Və həqiqətən bizlə bərabər ümrə elədi, belə çox xoşuna getdi, çox sevindi. Növbəti ümrədə hətta xanımını da təkrar Hisar Turla bərabər göndərdi. İnşallah yenə niyyətlənib. Allah nəsib eləsin. İnşallah. Növbəti bir ümrə səfəri. Demək ki, o zaman dəvət hər kəsə var, amma o dəvəti qəbul eləmək də önəmli olan. Bəli. Əslində burada da bizim də üzərimizə biraz məsuliyyət düşür. Doğru. Biz ora xüsusilə o mübarək bəldələrə ziyarətə gedən insanlar oraları insanlara anlatmalı, oralara insanları dəvət eləməlidir əslində. Bu baxımdan da bir məsuliyyətimiz var. Doğrudur hocam. Bu mesajı da buradan əslində almış oluruq. Bəli, doğru. Allah razı olsun hocam. Sizdən də çox sağ olun, hocam. təşəkkür edirik. Çox sağ olun, biz təşəkkür edirik. Sağ olun.